Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Bugün sizlərə Allahın bizə bəxş etdiyi ən faydalı tərəvəzlərdən biri olan çuğundur haqqında danışacağam. Çuğundur həm sağlamlıq baxımından çox zəngin qida mənbəyidir, həm də düzgün istifadə olunmadıqda bəzi zərərlərə səbəb ola bilər. Bu videoda çuğundurun bütün faydalarını və mümkün zərərlərini ətraflı şəkildə izah edəcəm. Odur ki, videonu sona qədər izləməyi, bəyənməyi və paylaşmağı, bir də kanala abunə olmağı unutmayın. Çuğundur qədim zamanlardan bəri həm qida, həm də müalicəvi məqsədlərlə istifadə olunub. Onun tərkibində bol miqdarda vitaminlər, minerallar və antioksidantlar mövcuddur. Xüsusilə A, C və B qrup vitaminləri dəmir, maqnezium, kalium və fol turşusu ilə zəngindir. Bu maddələr insan orqanizminin sağlam işləməsi üçün olduqca vacibdir. Çuğundur həm də qanı təmizləmək xüsusiyyəti ilə tanınır. Qaraciyərin fəaliyyətini dəstəkləyir və bədəndəki zərərli toksinlərin xaric olunmasına kömək edir. Bu səbəbdən çuğundur detoks proqramlarında tez-tez istifadə olunur. Çuğundur qan təzyiqini aşağı salmağa kömək edir. Bunun səbəbi onun tərkibində olan nitratlardır. Bu maddələr qan damarlarını genişləndirir və qan dövranını yaxşılaşdırır. Nəticədə yüksək təzyiq problemi olan insanlar üçün çuğundur çox faydalı hesab olunur. Digər mühüm faydası isə qan azlığına qarşı təsiridir. Çuğundur dəmir ilə zəngin olduğu üçün hemoqlobin səviyyəsini artırmağa kömək edir. Bu da xüsusilə qadınlar və zəiflik hiss edən insanlar üçün çox önəmlidir. Çuğundur beyin funksiyalarına da müsbət təsir göstərir. Qan dövranını yaxşılaşdırdığı üçün beyinə daha çox oksigen çatdırılır və bu da yaddaşı gücləndirir, diqqəti artırır. Yaşlı insanlarda yaddaş zəifləməsinin qarşısını almağa kömək edir. İdmanla məşğul olan insanlar üçün də çuğundur çox faydalıdır. O bədənin dözümlülüyünü artırır və enerjini yüksəldir. Çuğundur suyu içən idmançılar daha uzun müddət yorulmadan fəaliyyət göstərə bilirlər. Həzm sistemi üçün də çuğundur əvəzsizdir. Liflə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır və həzmi asanlaşdırır. Eyni zamanda mədə probleminin azalmasına kömək edir. İmmunitet sistemini gücləndirməsi də çuğundurun əsas üstünlüklərindən biridir. Antioksidantlarla zəngin olduğu üçün orqanizmi xəstəliklərdən qoruyur və bədənin müqavimətini artırır. Dəri sağlamlığı baxımından da çuğundur çox faydalıdır. O dərini daha parlaq və sağlam göstərir. Qocalma prosesini yavaşladır. Bəzi insanlar çuğundur suyundan maska kimi də istifadə edirlər. Amma hər faydalı qidanın olduğu kimi çuğundurun da bəzi zərərləri var. Həddindən artıq istifadə edildikdə müəyyən problemlərə səbəb ola bilər. Məsələn, çuğundur yüksək oksalat tərkibinə malikdir. Bu da böyrək daşı problemi olan insanlar üçün risk yarada bilər. Belə şəxslər çuğunduru ehtiyatla istifadə etməlidir. Bəzi insanlarda çuğundur allergik reaksiyalara səbəb ola bilər. Nadir hallarda qaşınma, səpki və ya həzm problemləri yarana bilər. Çuğundur şəkər tərkibli tərəvəz olduğu üçün şəkər xəstələri onu ölçülü şəkildə qəbul etməlidir. Çox istifadə edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Digər maraqlı bir məqam isə çuğundur yedikdən sonra sidiyin və ya nəcisin qırmızı rəngə boyanmasıdır. Bu normal bir haldır və qorxulu bir şey deyil. Sadəcə çuğundurun təbii təsiridir. Aşağı təzyiqi olan insanlar da çuğunduru çox istifadə etməməlidir. Çünki o təzyiqi daha da aşağı sala bilər və baş gicəllənmə yarada bilər. Nəticə olaraq deyə bilərik ki, çuğundur düzgün və ölçülü şəkildə istifadə edildikdə sağlamlıq üçün çox faydalı bir qidadır.
O ürəkdən tutmuş beyinə, həzm sistemindən dəriyə qədər bir çox sahədə müsbət təsir göstərir. Amma hər şeydə olduğu kimi burada da balans çox vacibdir. Əziz dinləyicilər, sonda onu da qeyd edim ki, bu video məlumat xarakterlidir. Əgər bu cür faydalı məlumatların davamlı olmasını istəyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Sağlam qalın və növbəti videolarda görüşənədək.